Salam, mən STEM Space Tədris Mərkəzinin elektronika və robotexnika müəllimi Nicat müəllim. Bu videoda sizə istənilən dövrədə voltmetrlə gərginliyin ölçülməsi barədə qısa məlumat verəcəm. Gərginliyin ölçülməsi üçün əsas iki şərtə riayət etmək lazımdır. Birincisi, gərginlik ölçülən zaman batareya mütləq dövrəyə qoşulu olmalıdır. İkinci şərt isə voltmetr daxili müqaviməti yüksək olduğu üçün, ideal vəziyyətdə sonsuz sayıldığı üçün dövrəyə paralel qoşulmalıdır. Yəni ölçdüyümüz komponentə voltmetri paralel qoşacağıq. Gəlin ölçülməsinə baxaq. Əlimizdəki dövrədə bir ədəd qırmızı led və ona ardıcıl qoşulmuş bir ədəd 330 ohmluq rezistor istifadə etmişəm. Burada isə 4,5 voltluq batareyamız mövcuddur. 4,5 volt batareya ilə həmin dövrəni işə salırıq. Göründüyü kimi ledimiz işıqlanır. Bu zaman voltmetri, yəni multimetri voltmetr rejiminə gətirərək onun gərginliyi ölçmək üçün hazır vəziyyətə gətiririk. Bu zaman qırmızı kabelin voltmetr hissəsində, qara kabelin isə common hissəsində, yəni ümumi ground hissəsində olduğuna əmin olmalıyıq. İndi isə ledin gərginliyini ölçürük. Göründüyü kimi qırmızı ledin gərginliyi təxminən 1.8, yəni 1.6 volt görünür. Ledin gərginliyini ölçdüyümüzdə voltmetri həmin ledə paralel yerləşdirdik.